7-ci əsrdə ərəb müsəlmanlar yaxın şərqə gəldilər və burada Qüds şəhəri də daxil olmaqla Fələstin torpaqlarını fəth etdilər. İslamın yayılması ilə bölgədəki dini və sosial nizam da dəyişdi. Amma müəyyən prinsiplər həm yəhudilər, həm xristianlar üçün nisbətən müsbət oldu. İslam, xristianlıq və yəhudilik kimi İbrahimi dinlərdən törəyir. İbrahimi dinlərinin ortaq xüsusiyyəti Tanrıya iman və müqəddəs kitablar vasitəsilə ilahi mesajın yayılmasıdır. Əslində ərəb və yəhudilər minlərlə əvvəl eyni kökdən gəlirlər. Onların hər ikisi İbrahim peyğəmbərin övladlarıdır. İshaqdan yəhudi xalqı, İsmaildən isə ərəblər törəmişdir. Yəhudilər və xristianlar İslamda kitab əhli hesab olunurdular. Onlara müsəlman cəmiyyətində müəyyən hüquqlar verilmişdir. Dinlərini sərbəst icra edə bilər, məbədlərində ibadət edə bilərdilər. Onlar əlavə vergi ödəyərək qorunurdular. Bu yanaşma onları qeyri-müsəlmanlardan fərqləndirirdi. Beləliklə, yəhudilər və xristianlar cəmiyyətin bir hissəsi kimi yaşaya bilirdilər. Bununla bağlı tarixi nümunələr də var. Misal üçün İspaniya 8-ci 10-cu əsrlərdə müsəlmanlar tərəfindən fəth olunmuşdu. Burada yəhudi izmaları əsrlərlə iqtisadi, elmi və mədəni həyatın bir hissəsi olaraq yaşayırdılar. Müsəlmanların hakimiyyəti zəifləyəndən sonra Rekonquista yəhudiləri ya çıxarır, ya da zorla xristianlaşdırırdı. İslam üçün Qüds şəhəri böyük əhəmiyyət daşıyır. Çünki Məhəmməd peyğəmbərin göyə yüksəlişi məhz burada baş verib. Bu hadisənin yerində Əl-Aqsa məscidi tikilmişdir. Yəhudilər üçün isə burada müqəddəs 2-ci məbədin yeri və onun qalğıları yerləşir və gələcəkdə 3-cü məbədin tikilməsi arzusu da hələ də qalır. Xristianlar üçün isə Qüds şəhəri İsa Məsihin doğulduğu və yaşadığı şəhərdir. Qüds şəhəri əsrlər boyu müxtəlif dinlər üçün müqəddəs mərkəz olmuşdur. Bu torpaqlarda yan-yana yaşayan yəhudilər və ərəb müsəlmanları tarix boyunca bəzən əməkdaşlıq, bəzən isə gərginlik və qarşıdurma ilə yadda qalmışdılar.